Çörəyi yeməyəcəm. Special Ramiz köftə sifariş verdim. Burada da düyü yanında əlavə. Dadım desəm yalan olmaz. Baxın, toyuğun sinəti qaldı. Düyünü oğlumla bir yediyi üçün də mənim günorta yeməyim. Bu mənim günorta yeməyim. Yəqin axşama da bir dənə salat yeyərəm. Çünki çoxdur mənə tutacaq. Heç bu porsiyalı inanmıram axıra qədər yeyim. Özümə az yağda, belə deyək də, biraz toyuğun sinətini qızartdım. Demək olar qaynatdım. Biraz belə qızarmaq üçün yağ tökdüm üstünə ki, qaynanmış olanda çox belə xoşuma gəlmir, yeyə bilmirəm. Kətət kartof qaynatdım. Sumaqla və bugün bol tərxun xiyar yeyərəm. Bu mənim günorta yeməyim. Belə. Damlı, bir də buranın tumunla hazırlanır. Bunu da sınayım, görüm necədir. Görünüşü çox yaxşıdır, dadı bilmirəm. Baxın, içərisində hətta kişmiş də var. Çox qəşəngdir. Bunu deyərdim, o digərlərindən daha çox bəyəndim.